İndi gəlmişik Funchal şəhərinə. Dünyanın ən məşhur insanının anadan olduğu bu şəhər. What do you know about Azerbaijan? Venezuela, Maduro, Maduro, Maduro. What is this meat? Pork or beef? It's beef. No. Meow. Qalxdıq Madeiranın zirvələrinə, indi də enmiş paytaxt şəhərinə. Görək burada nə var, nə yox. İlk olaraq onu deyə bilərəm. Dəhşət dar küçələri var. Maşın sürmək çətindir. Baxın. Maşın boyda yoldur. İndi gedək görək bu mərkəzdə falan nə var. İndi bir dənə bu yola baxın, dəhşətdir. Bu azı bir 15 dərəcə var. Cavid, dünyanın ən məşhur insanı muzeyi necə idi? Əla idi. Demək istəyirsən kimdir o adam? Cristiano Ronaldo. Bura Cristiano Ronaldo anadan olduğu şəhərdir. Ev muzeyi var burada, anadan olduğu ev də var. Şimdi bir dənə restoran tapmışıq. Gedirik ora. İstəyirik Funchalın məşhur kebabından yeyək. Oo. There's no actor. There wasn't because the only thing that they did. It's Qəribə belə aralıqlarında tip batmışıq. Qədim binalardır. Oo, Che Guevara. Kuba. Bura Kuba restoranı idi, oturmadıq burada. Biz istəyirik yerli nəsə yeyək. Bunların bu məşhur kebabının adı şeydir, espetada. Ondan yemək istəyirik. Yerimizi dəyişdik, indi geliyor. Şəkin Qurcana çayına oxşuyur. Giorgiano, Ronaldo'nun yoldaşının restoranını tapdıq. İslam məhbəri. Ha, Sabores de Georgia. Georgia'ymış. Giorgiano yox. Bilməm. Gəldik şabalı yeməyə. como gordinho, não é que coma. Görən nədadır bu? Yox. Qəşəng bişirməyiblər. Mən özüm evdə daha qəşəng eləyirəm. Quru deyil, çox qurudur. Üstün, maraqlıdır. Kreativ mağazalar. Fərqli millət çox görmürük burada. Hindistanlar əlbəttə ki var. Hər yerdə olduğu üçün burada da. Bunların tunaları var qəşəng. Amma biz gedib o kebabdan yeyib öz kebabımızla müqayisə edəcəm görək hansı döyər. Mən əminəm ki bizim kebab döyər. Ronaldo'nun uşaqlıqda buralardan qasıb keçdiyi küçələrdir. Gəldik, çatdıq restoranımıza. Qəşəng düzəldilər. Hangul, chips, fried maize, and salad. This is a traditional one. Okay. Oh, smells good. Beef. Here and cooked here. Medium, rare, well done. Deyir ki, bir şiş veririk sizə. Kartof yanında. Bu da nəsə xüsusi ağacdır. Baxıb soram deyərəm. Bunun adı nə idi anar? Çörək. Madeira çörəyi. Boca de Cora. Əsas məsələ budur. Sarımsaqlı yağ. Heç nə, yağ, sarımsaq. Oyda. Burada bir salatla, kartofillə, bir də bu ağac dəfnə budağıdır. Dəfnə ağacı. Thank you. Bizdə də gələr kebablar belə sevdirilsinlər. O kartofa bax. Kebab qəşəng idi, yaxşı idi. Bizim kebablara çatarmı? Bizimki döyər. Gedək görəm bu şəhərdə nə var? Ronaldo haralarda gəzib dolaşıb.
Gəzək. Maraqlı söhbət danışdı oğlan mənə. Danış. Dedi ki, atası bunu çox döyüb, zad eləyib, ailəsi çox pis Oo. baxıb, dran alkoholik olub. Nə danışırsan? Və birinci bunu çağırıblar akademiyadan. Akademiyadan çağırandan sonra pulları olmayıb, gedə bilməyib akademiyaya. Bir il məcburi yenə də həmin yerdə oynamalı olur orada. O balaca stadionda. Butsa da almağa heç pul olmayıb. Hə, nəsə maması şey eləyib, gedib qulluqçu işləyib, çox yerdə işləyib də, dilənçilik belə eləyib ki, buts ala bilsin. Nəsə belə yavaş-yavaş pul yığıb oğlanı göndərib akademiyaya, Ronaldo. Ondan sonra gedib Matimo adlı məşhur klub var. Matimo nəsə belə qəribə adı yadımdan çıxdı Madeirada. Gedib onlara şey eləməyə, başvuru eləyib, onlar Aha. reject eləyib. Oy. Odur budur onlara yatırım eləmir burada. Sırf Madeira. Madeirada olan həmin kluba kömək eləmir. Amma özünün akademiyası var, Nike-la birləşib yuxarı dağın üstündə bir dənə modern səviyyəli bir dənə akademiya açıb özünə. Oo. Muzeydə nələr var idi? Muzeyi yox, özünün muzeyi. Hə, var. özünə muzey Orada açıb. Hə. trofelər, kubokları, qızıl topu, community Burdadır yəni. Orijinaldır Dünya səncə? Şey dedi ki, orijinaldır muzeydə olan. Dedi ki, replika deyil də. Amma oğlan dedi ki, taksidəki şeydir. Bəziləri orijinaldır, bəziləri orijinalın replikasıdır. Məsəl üçün Çempionlar Liqasının kubokları deyir Madriddədir də. Buradakı olanlar replikadır. Amma Ballon d'Orlardan deyir 3 dənədir, ikisi Hong Kongdadır, üçü burdadır, Hong Kongdakı muzeyində. Üçü burdadır. Onlardan deyəsən biri deyəsən orijinaldır. Hansı ki mən şəklini çəkmişdim bu. Çox Ballon d'Orda da gördük. maraqlı faktlar idi. Mən də istəyirdim gedim ora, amma məcbur seçim eləməli idi. Seçdim şeyə getməyi, yuxarı qalxmağı, dağa. İndi də bulvardayıq. Atlantik okeanı sakinləri, sahilləri yorğunçuluqdur, fikir verməyin. Şəhər çox qəşəngdir. Hala Madeira gecələri. Churros? Yeah, deze is churros com cobertura and this is churros recheado. And a espanhola is this with chocolate in the small cup. Okay. Burada da park var böyle. Ne boydadır ya bu? Hə, hadi. Churros. Gedirik mərkəzə doğru, görək nə var. Bir an deyə bilərəm ki, qəşəng yeni il havası var. Nə gözəl kafedir bu belə. Grand Golden Gate. Əsl Christmas havası var. Funkalın istərlər qırmızı ürəklər Bakıdakı. Eyni odur. Gözəl görsən. Burada da qədim bir dənə kilsə yoxdur. Salam dostlar, bir daha. Bu günlərim Madeirada son günümüzdür. Dünənlərim ət almışdıq ki, barbekü eləyərik. Yadımızdan çıxıb ki, saat 11-də tutduğumuz evdən çıxmalıydıq. Biz də nə etdik? Bir dənə açıq kabab bişirən yer tapdıq. Gəldik ora. Burada yerli cavan uşaqlar gördük, yığılıblar, barbekü zad eləyirlər, kabab bişirirlər. Eyni bizdə nətər burada da elə. Onlardan icazə aldıq ki, barbeküdən istifadə edə bilərik. Dedilər ki, qonağımız olun, xoş gəlmisiniz o zad. Biz də indi oturmuşuq onlarla. İndi odaya orada yeyib içirlər. Gördüyünüz kimi qəşəng közümüz hazır. Bu qaqaşlarındır, səssiz qazad bişirirlər. Bu da bizim. Hamısı Madeiralı deyil. 2-3 dənəsi Venezueladandır, bir ikisi Braziliyadan. Dillər orada həyat biraz qarışıqdır, burada daha sakitçilikdir. Ona görə gələ bilər Madeirada yaşamağa. Bu uşaqlar Azərbaycanı tanıyırlar. Venezuela, Maduro, Maduro, Maduro. What do you know about Azerbaijan? Azerbaijan, I know. Formula 1 Grand Prix. Grand Prix. Checo Perez. Is good one, Yeah, Baku? 2 wings in Azerbaijan. World champions. I don't like Verstappen. Bu uşaqlar həqiqətən baxırsan hərəsi bir ölkədəndir, Venezuela, Braziliya, amma heç özümü fərqli yerdə hiss eləmirəm də. Fərqli dildə danışırlar, amma özümüzün uşaqları kimi, yəni mədəniyyətləri özlərini aparmağı çox oxşuyur. Bəzi uşaqlar, bu Venezuela uşaqlar var, Formula 1-dən tanıdılar Azərbaycanı, Bakını tanıdılar. Red Bull fanatlarıdır, koftalarında giyiniblər.
It's ready, bro. Almost. We have to wait a little bit. Very simple. 10 minutes. Dostumuz Peter də həmişə kimi öz ampullasında kababları həll elədi 2 dəqiqəyə. Oh! Bombastik, fantastik bir də bu uşaq bacarır. Our brother brought us. Bizə çörək də gətirdilər, sosiska da gətirdilər. Venezuelalılar ürəkdir. Espedada. Absolutely. Gracias. Shit to baralho. Bir kameranı rədd elədir, kababı ye. What is this meat? Pork or beef? It's beef. Bir şey ətidir. Good meow meow. Obrigado. From South Africa. Yeah, South Africa. Homemade. Now. Doymuş oluyor, daha partlayırıq, Allah'ın da olsun. Yeməyənlərə, xətirlərinə dəyir. Məcbur yeməliyik. Çok manaslar bir tanesi var, çok bizim organlara oxşuyur. Öyle bir tadı mı almıyor? Hə dostlar, gəldik çatdıq Madeira səyahətimizin sonuna. Ümid edirəm maraqlı videolar oldu. Digər videoları buradan izləyə bilərsiniz. Növbəti səfərim Hollandiyanın paytaxtı Amsterdam şəhərinədir. İzləmədə qalın və videoları bəyənməyi, səhifəmə abunə olmağı unutmayın. Hələlik.